Can Azərbaycan. Salam əziz dinləyicilər və əziz izləyicilər. İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı və bugün aşıq sənətinin incəliklərini, aşıq sənətinin gözəlliyini, eyni zamanda aşıqlarımızın üzərinə düşən məsuliyyəti bugünkü verilişimizdən əminəm ki, çox yaxından hiss edəcəksiniz. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyli deyirdi ki, aşıq elin anasıdır. Aşıq gördüyünü çağırar və aşıqları ilk el sənətkarları adlandırırdı. Həqiqətən də Azərbaycan musiqisinin kökündən danışanda ilk olaraq ağlımıza birinci aşıq sənəti gəlir, aşıq musiqisi gəlir. Görəsən bugünkü aşıqlar bu çiyinlərindəki məsuliyyəti necə daşıyırlar? Ümumiyyətlə aşıq sənətinə, aşıq yaradıcılığına, insanların münasibəti, yanaşması hansı səviyyədədir? 21-ci əsrdə süni intellektin bu qədər cövlan etdiyi bir vaxtda aşıqlarımız özlərini necə hiss edirlər? Və mən böyük məmnuniyyətlə verilişimizin qonağını sizə təqdim etmək istəyirəm. Bugünkü Can Azərbaycanda həm söhbətim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aşıq Fəzail Miskinlidir. Fəzail müəllim, xoş gəlmisiniz. Xoş gördük. Hər vaxtınız xeyir olsun. Mən təşəkkür edirəm dəvət etdiyinizə görə və çox gözəl bir ad qoymusunuz verilişinizdə də Can Azərbaycan. Hətta belə bir söz var ki, deyir düşmənə də can dedirdən böyük bir Azərbaycanımız var və təşəkkürümü bildirirəm dəvət üçün və bildiyim qədər zaman-zaman aşıq sənətindən bağlı müxtəlif mövzuda verilişlər hazırlayırsınız və bizim mütəxəssisləri dəvət edirsiniz və bu da aşıq sənətinə göstərilən elə qayğının, diqqətin bariz nümunələrindən biridir və təbii ki, sizi də bu istiqamətdə illərdir ki, tanıyırıq ki, artıq külük döyürsünüz bu sahədə. Baxmayaraq ki, aşıq deyilsiniz, amma aşıq sənətindən bağlı sizin də müəyyən zəhmətiniz, əziyyətiniz var və demək olar ki, sinəsində saz tutan hər kəsin adından sizə təşəkkürümü bildirirəm. Təşəkkür edirəm mən də sizə. Ümumiyyətlə, aşıq sənətini sevmək üçün aşıq olmağa gərək yoxdur. Sadəcə ruh adamı olmağa gərək var. Ruh adamı olmaq da elə də asan deyil. Yəqin siz də mənlə razılaşarsınız. Fəzail müəllim, mən bugün sizə belə ürəklə müəllim deyirəm. Çünki siz həm də əməkdar müəllimsiniz. Və ömrünüzün də elə bir pilləsindəsiz ki, belə o əsl müəllim olası yaşdır da bu. Bu il sizin 50 illik yubileyinizdir. Mən sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik eləyirəm. 50 il ömrün hansı hissəsidir bir aşıq üçün? Mən 21 yaşından İncəsənət Universitetində dərs deyirəm. O vaxt universiteti bakalavrı bitirdikdən sonra bizim keçmiş rektorumuz Teymurçu müəllim də buradan salamlayıram. Teymurçu müəllimin təkidinlə İncəsənət Universitetində müəllim kimi fəaliyyətə başladım və o fəaliyyət, bu fəaliyyət və sonra zaman artıq demək olar ki, mən Mədəniyyət və İncəsənət Universitetinə o xalqımıza, millətimizə böyük müxtədir sənətkarlar bəxş etmiş bu sənət ocağına bağlandım və artıq 21 üstündən düz keçir 29 il. Yəni bu il 50 yaşım tamam oldu. Və 50 yaş, mən düşünürəm ki, insan həyatının elə bir yaşıdır ki, müəyyən mən ona qızıl yaş deyirəm, altun yaş deyirəm. Və 50 yaş heç də bir təhlükəli yaş deyir. 50 yaş ucalıq bir yaşıdır və 50 yaş insan həyatının müəyyən bir mərhələyə gəlib çıxmasıdır. İnsan həyatının müəyyən bir talih nöqtəsinə gəlib çıxmasıdır. Və həmişə düşünürəm ki, ən təhlükəli yaş 60-dan sonra başlayır. 50-dən 60-a qədər. Mənim öz yanaşmamdır. 60-dan sonra başlayır. Amma 50 yaşdan 60 yaşa qədər dediyim kimi bir qızıl yaşdır, qızıl bir dönəmdir. İnsanın bir qızıl talih yollarıdır. Və təbii ki, bu vaxt ərzində, bu zaman ərzində mən həmişə öz-özümdə bir hesabat da aparıram, hesabat da verirəm ki, bu həyatda nəyi itirdim, nəyi tapdım, nəyə sevindim, nəyə kədərləndim və ömür səhifələrini zaman-zaman vərəqləyirəm. Və çox şükürlər olsun ki, Allah Taala elə bir qapı açdı ki, Allah Taala elə bir bizə bir həyat yolu açdı ki, baxmayaraq ki, bu həyat yolu, bu sənət yolu zikzak oldu, yəni enişli, yoxuşlu oldu. Amma şükürlər olsun ki, Ələsgər babam deyirdi ki, xalqın gözündə ucalan sənətkar, xalqı sevən sənətkar mütləq xalq tərəfindən də sevilməlidir. Baxmayaraq ki, müəyyən bəlkə boşa da düşürsən. Amma müəyyən bir mərhələdən sonra, müəyyən bir vaxtdan sonra artıq o sənət səni müəyyən bir nöqtəyə gətirib çıxardır və o nöqtə də elə bir nöqtədir ki, və sənin arzuladığın, istədiyin, düşündüyün bir nöqtədir. Və həqiqətən də mən düşündüm ki, deməli bu 50 yaşı əbəs yerə yaşamamışam. Və inandırım ki, Pərvanə xanım, həmişə çalışmışam ki, bu sənətimizi, yəni
böyük sənətkarlarımızın, böyük ustadlarımızın bizə miras qoyduğu bu sənəti şərəflə, ləyaqətlə yaşadaq. Və çox şükürlər olsun ki, az da olsa buna nail olmuşuq. Çünki siz bayaq qeyd elədiniz, bu saat dünyanı bu bizim belə deyək də bu elektron musiqilər elə ağuşuna götürüb ki, yəni belə bir zamanda, belə bir devdə bu sənəti yaşatmaq, bu musiqini yaşatmaq, insanlara düzgün təbliğ etmək bunun özü də çox mürəkkəb məsələdir həqiqətən də. Bəli. Bax belə. Belə bir daha sizi təbrik edirəm, Çox sağ can olun, sağlığı təşəkkür arzu edirəm. edirəm. O qədər ürək dolusu danışırsınız ki, həqiqətən də insanın sevildiyini bilməsi bu çox gözəl bir şeydir və aşıq sənətində də aşıq olmaq, aşıq sənətində hətta bir ara belə bir söhbət çıxmışdı ki, hər saz ifaçısı aşıq deyil. Təbii. Bunu ustadlar da deyirlər. Ona görə mən bu cümləni deyirəm. Aşıq sənətində aşıq olmaq, ustad olmaq, kamilləşmək, pir olmaq hətta Bəli. bu asan məsələ deyil. Gəlin ötən əsrlərə nəzər salaq. Bizim aşıqlarımız heç bir təhsil ocağında dərs almırdı. Ustad şagird münasibətləri var idi. Hər bir şagird, şagird Bəli. ustadının sazını daşıyaraq, sözünü daşıyaraq öyrənirdi. Bu gün isə siz özünüz dediyiniz kimi ali təhsil ocaqlarında aşıq sənəti öyrədilir və öyrənilir. Bugünkü müəllimin ötən əsrdəki ustaddan sizcə fərqi nədir? Mən bəzən o ustadlarımızın o ifalarına qulaq asanda, hansı ki onların o poetik nümunələrinə baxanda öz-özümdə bir müqayisə aparıram ki, yəni bəzən belə deyək də belə sıradan bir adama biz aşıq deyirik. Baxırıq ki 5-6 hava çalıb oxuyur və buna aşıq deyirik. Biz ona biraz nətər deyim dərindən yanaşsaq görərik ki, təbii ki o zaman, o devir tamamilə fərqli bir devirdir, tamamilə fərqli bir zaman idi və o zaman aşıq sənətinə, xüsusilə də aşıq poeziyasına, aşıq şeir nümunələrinə o qədər böyük maraq vardı, o qədər böyük sevgi vardı, o qədər böyük istək vardı ki, və bu sevgini yaradan da Pərvanə xanım, bu sevgini yaradan da, bu sevgini aşılayan da birinci növbədə xalq idi. Həqiqətən də xalq idi. Çünki sənətkarı müəyyən bir nöqtəyə, bir zirvəyə qaldıran da xalqdır. Allah uzaq eləsin, o sənətkarın yaradıcılığında, həyatında, davranışında müəyyən axsamalar olar və oradan birbaşa o düşdüyü, qalxdığı zirvədən biz ona el dilində, folklor dilində desə o xəndək deyək də belə. O xəndəyə də düşə bilər. Çünki sənətkarı yaşadan da, ucaldan da, qocaldan da və sənətkarı belə deyək, bayaq dediyim kimi o zirvədən aşağı salan da xalqdır. Və xalqın da yaddaşında qalmaq, xalqın da o sənətə olan münasibətini, sənətə olan hörmətini qoruyub saxlamaq birinci növbədə sənətkarın borcudur, sənət adamının borcudur. Və o ustadlarla müqayisə eləyəndə təbii ki müqayisə olunmaz. Reallıq bundan ibarət. Təbii ki müqayisə olunmaz. Bu saat bizim çox az aşıqlarımız var ki, o poetik nümunələri yaradan, o gözəl şeir nümunələrini yaradan aşıqlarımız demək olar ki, azdır. Və təbii ki, bunun bir səbəbi də ondan irəli gəlir ki, yəni onlara münbit şərait də yaradılmır. Onlar üçün kifayət qədər bir şərait də yoxdur. Ab-u hava da yoxdur. Məsələn, adi elementarlı bir şey deyim. Bir tədbirə gedirik, hər hansı bir tədbirə gedirik. O dəqiqə birinci növbədə təkidlə deyirlər ki, nəsə bir ritmik bir şey olsun. Oynamalı bir şey olsun. Mən bunu ona görə deyirəm ki, yəni dinləyicilərimiz də eşidir, bəzən dinləyicilərimiz qınaq eləyirik. Deyirik ki, zamana uyğun hərəkət eləyir. Zamana uyğun hərəkət də bizdən asılı olmayan məsələlərdir. Yəni deyirlər ki, belə olsun. Bilirsiniz ki, bizim kifayət qədər dastanlarımız var, bizim gözəl poetik nümunələrimiz var, aşıq şeir şəkilləri var. Bunu hansı tədbirlərdə, hansı el məclislərində görə bilərsiniz? Çox nadir hallarda görə bilər. Çox nadir hallarda görə. Və o da o deməkdir ki, artıq bu sənətdə, bugünkü gündə bu sənəti yaşadan bizim ifaçılarımız var ki, artıq demək olar ki, yavaş-yavaş onlar uzaqlaşırlar. Yavaş-yavaş onlar bu sənətdən bir balaca sözün elə əsl mənasında soyuyurlar, belə deyək. Və bugün biz yenə deyirəm, bax o məsələyə qayıdıram ki, ustad şair dənənəsi. Vaxtilə bir sənəti mükəmməl şəkildə öyrənmək üçün, puxtələşmək üçün, formalaşmaq üçün mütləq şəkildə bir ustadın yanına getməliydin və o ustadın yanında sənətin sirlərini öyrənməklə paralel olaraq
o ustadın o qədər əziyyətini, ağırlığını sən çəkməliydin. Evində işləməliydin. Üzr istəyirəm bu ifadəmə görə. Yəni bu el dilidir, xalq dilidir. Onun camışını gedib otarmalıydın, inəyini otarmalıydın. Nə bilim qapısında taxıl, bu reallıqdır, reallıqdır. Və sair və sonra da ki, müəyyən bir vaxtdan sonra o ustad sənə artıq xeyir-dua verməlidir ki, oğlum artıq sən bir sənətkar kimi puxtələşmisən, müstəqil şəkildə hər hansı bir məclisə gedib keçirə bilərsən. İndi bir şey deyim sizə. Buyurun. Bu nəyə görə belə idi? Ustad deyirdi ki, oğlum, sən həm sənəti öyrəndin, həm də öz yerini öyrəndin. Başa düşdün ki, böyük, kiçik nə deməkdir? Mən ora gəlirəm. Bax, həmin o məsələyə gəlirəm. Və təbii ki, bayaq gözəl qeyd elədiniz, həm həyat məktəbi keçirirdi, həm sənət məktəbi keçirirdi. Və təbii ki, bu reallıqdır. Biz neçə nümunələr göstərə bilərik ki, hətta bir neçə ustad o vaxtı şagirdini yetişdirəndə istəmirmiş o şagirdi artıq müstəqil olaraq o sənətlə məşğul olsun. Hətta müəyyən inciliklər də olurdu ustad şagird arasında, müəyyən inciliklər də olurdu. Çünki şagird onu qəbul edə bilmirdi və yaxud da artıq ona potensialı yox idi, enerjisi yox idi ki, həmin o ustadın o ağrılarını çəksin, ustadın o zəhmətin, əziyyətini çəksin. Söhbət sənət baxımından getmir ha. Həyatda o məişət məsələlərindən söhbət gedir. Amma bu gün tamamilə forma dəyişib. Yenə ustad şagird ənənəsi davam eləyir. Forma dəyişib. Bu günləri elə mən düşünürəm ki, bəlkə o vaxtda, o zamanda da bir tədris ocağı olsaydı, bir təhsil müəssisəsi olsaydı, bir məktəb olsaydı, elə bizim ustadlarımız bəlkə də orada dərs deyə bilərdilər və bizim o şagirdlər də gedib o sənətin sirlərini oradan öyrənə bilərlər. Və bu gün artıq forma dəyişib və bu gün artıq elə bir əsrdə, elə bir zamanda yaşayırıq ki, həm də nəinki tək aşıq sənətini, ümumiyyətcə dünyada mədəniyyət sayəsində dünyada baş verən bütün prosesləri izləmək üçün bu gün əlimizdə imkanlar var. Bütün dünya musiqilərindən hali oluruq, bütün dünya mədəniyyətindən, yəni bilgilər əldə eləyirik və bu gün dediyiniz o forma amma qalıb yerində qalıb, təhsil ocağında qalıb. Bu gün nə ustadın yanında gedib nə əziyyət çəkmir, nə zəhmət çəkmir, nə ustadın evində çalışmır, nə ustadın evində işləmir və sənətin sirlərini kamil şəkildə bizim çox gözəl sənətkarlarımız var, elə yeri gəlmişəm buradan. Çox hörmətli Samirə xanım, Altay müəllim, Nemət müəllim, Hafiz müəllim, Murad müəllim, indi Milli Konservatoriyadan Bariz müəllim və sair və elə adını çəkdiyim və çəkmədiyim digər sənətkarlarımız var ki, artıq onlar təhsil müəssisələrində çalışırlar və bu sənətin sirlərini bizim gənclərimizə öyrədirlər. Və burada bir məsələ də ondan ibarətdir ki, artıq bu təhsil ocağını bitirən o kadrlar, o mütəxəssislər ali təhsilli olurlar. Və bu gün gedib musiqi məktəblərində, kolleclərdə, digər təhsil müəssisələrində, tədris mərkəzlərində, məktəblərdə çalışırlar və bu sənətin sirlərini daha geniş şəkildə öyrədirlər. Amma yenə deyirəm, təbii ki, yenə biz həmin o klassika deyirik ki, bizim o klassik aşıqlarımıza, onların yaratdığı o nümunələr bu gün o dərəcədə özünü effektiv şəkildə göstərmir. Bir məsələni sizdən öyrənmək istəyirəm. Məsələn, bugünün müəllimləri, ustadlar deyirlər ki, biz həm də öz şagirdlərimizlə dostduq. Çünki Z nəslinin uşaqlarıdır, onları sıxmaq olmaz, onlarla ayaqlaşmaq lazımdır və s. və ilaxır. Heç tələbələrimizin arasında elə uşaqlar varmı ki, desin ki, müəllim, verin sazınızı mən daşıyım, ya da müəllim, verin maşınınızı mən yumağa aparım. Bilirsiniz, mən tam səmimi deyirəm, mənim dostlarım da bilir, sənət dostlarım da bilir. Bu sənətə gələn bizim o gənclərimiz ki var. Yəni bugün daha inək camış otarmaq yoxdur da. Bax, bayaqki məsələ, mən elə bildim, o başqa bir mövzuya toxunacaqsa, elə əksinə mənə bir gözəl istiqamət verdiniz. O vaxtlar həm də ustad şagird arasında elə bir pərdə var idi ki, o pərdən, o subordinasiyanı keçə bilməzdi. Çünki onu ustadın özü yaratmışdı və o şagird o subordinasiyanı mümkünsüz bir şeydir, keçə bilməzdi. Amma bugün o ustadla o şagird arasında, belə deyək də, o müəllimlə tələbə arasında həm də elə gözəl bir münasibət var ki, elə gözəl bir səmiyyət var ki, hətta bəzən görürsən onda müəyyən sıxıntılar olur, çəkilir. Amma sən izah edirsən ki, o təbii ki, etiket qaydaları öz yerində olmalıdır. Amma müəyyən məsələlər var ki, çəkinmə. Müəyyən problemin ola bilər, müəyyən qayğıların ola bilər, müəyyən narahatçılıqların ola bilər. Elə bir getməmiş birinci növbədə sən müəllimlə bunu məsləhətləş. Bəlkə evdə bu məsələni heç çözə bilməzlər. Birinci müəlliminlə məsləhətləş. Müəllimin imkan daxilində bu məsələni çözə biləcəksə, artıq evə bu problemi aparmağın, daşımağın bir yeri yoxdur.
Və təbii ki, bizim bu gün gənclərimiz var ki, hansı ki bizim universitetdə təhsil alırlar və yaxud da kənardan artıq gəlib sənətin sirlərini öyrənmək istəyirlər. Və təbii ki, onlar baxırsan ki, səni bir şəxsiyyət kimi görürlər. Kömək Və etmək istəyirlər. səni şəxsiyyət kimi və baxırsan ki, onun içərisindən gəlir, iç dünyasından gələn bir şeydir, daxili dünyasından gələn bir şeydir. Yəni hiss eləyirsən ki, bu insan sənə canı-dildən yanaşır. Nəyinsə xatirinə görə, hansısa bir ambisiya, hansısa nəyinsə xatirinə görə yox. Sadəcə olaraq görürsən ki, bu insan sənə o qədər ürəkdən yanaşır ki, və sən də istər-istəməz artıq sən onun sənə qarşı olan münasibətini hiss edirsən və onun müqabilində sən də müəyyən o baryeri aradan götürürsən və o tələbə ilə müəllim arasında gözəl sıx bir ünsiyyət yaranır. Burada həm də bir şəxsiyyət məsələsi var, Pərvanə xanım. Yəni tələbə də görür ki, o gənc də görür ki, məsəl üçün şəxsiyyət baxımından məsəl üçün kim oxşamaq lazımdır. Bax biz həmişə deyirik ki, elə sənətkarlarımız olub ki, gözəl sənətkarlarımız olub, elə bizim ustadlarımız olub ki, həqiqətən də Azərbaycan aşıq sənətində çox böyük xidmətlər göstərir və s. Amma bir balaca görürsən ki, o şərait məsələsində, tələbə məsələsində hər zaman biraz uzaq tutub o tələbəsini, o şəhərdən. Biz bunu nümunələri görə bilərik. Əslində düz eləyiblər. Tam səmimi deyirəm ki, əslində düz eləyiblər. Normalda bu üzr istəyirəm paxıllıq kimi qəbul olunur. Adətən belə olub ki, ustadlar həmişə deyirik ki, şəhirdinə həmişə nə deyirik? 99% hər şey öyrədir, 1%-nin özü üçündür. Belə üzr istəyirəm, bəzən görürsən ki, rast da gəlir. Bəzən görürsən ki, o müəyyən çərçivəsindən, müəyyən yolla çıxmış bəzən görürsən tələbələr də olur. Baxırsan ki, yəni sui-istifadə eləmək kimi də baxırsan ki, belə məqamlarda çox nadir hallarda olur. Amma ona görə də baxırsan ki, o hərənin deyir şəraitə uyğun hərəkət. Ona uyğun da yəni sən davranırsan. Və bu gün təbii ki, nəinki sazımızı daşıyan, hətta istəyirlər ki, yer gələndə hansısa bir tədbirdə falanda müəllim ustad olarmı sizin sazınızdan ifa eləmək? Amma onu özünə şərəf bilir ki, məsəl üçün o ustadın sazı onun sinəsində görsənəndə onun üçün sanki zirvə sayılır, həm də bir şöhrət məsələsi var axı. Və bu gün kifayət qədər bizim çox ağıllı, çox savadlı, çox istedadlı gənclərimiz var. Bilirsiniz, Pərvanə xanım, bu sənət elə bir şeydir ki, sənəti necə təqdim edirsənsə, həm bir sənət baxımından, həm də bir şəxsiyyət baxımından. Və biz həmişə deyirik ki, sənətkarın şəxsiyyətinlə sənəti vəhdət təşkil edəndə daha gözəl olur, daha əla olur. Hətta elə məqamlar olur ki, belə deyək də, sənət adamlarını xalq, millət onun sənətinə görə tanıyır, amma şəxsiyyətinə görə hörmət edirlər. Mən bunu dəfələrlə şahid olmuşam. Hətta sənəti çox kiçik olan, amma şəxsiyyəti böyük olan nə qədər adamlar var ki, onlara biz sənətkar deyirik. Tamamilə doğrudur. Sənəti hədsiz böyük olub, üzr istəyirəm, şəxsiyyəti zəif olan insanları heç sənətkar sayılmır. Tamamilə doğru. Bəs mən onu bunlar hamısını biz görürük. Fəzai müəllim, gəlin bugünkü o tədris prosesindəki məsələlərdən də danışaq. Məsələn, mənim üçün həmişə çox maraqlı olub ki, görəsən bugünkü aşıqlar dastan yaradır. Ümumiyyətlə aşıq mütləq dastan yaratmalıdır, mütləq şeir yazmalıdır. Axı aşıq sözünün özündə bir yaradıcılıq var. Hər şey saz ifa etməklə bitmir məncə. Rəhmətlik böyük şairimiz Zəlmxan Yaqubun yaxşı bir kəlamı sözü yadıma düşür. Deyir ki, əslində Azərbaycan dilinin diri və duru qalmasında aşıqlarımızın çox böyük rolu olub. Dilin diri və duru qalmasında. Və əgər biz aşıq sənətindən danışırıqsa və ustadlıqdan danışırıqsa, yaradıcılıqdan danışırıqsa, ustadların yaradıcılığından danışırıqsa və təbii ki, bu dastanları yaradan aşıqlar olmalıdır və kifayət qədər bizim dastanlarımız var ki, onu xalq el yaratmayıb ki, xalq yaratmayıb ki. Bəzən biz deyir xalq mahnıları, xalq yığılıb heç vaxt mahnı yazmır ki, xalq yığılıb yol çəkdirə bilər, bulaq çəkdirə bilər və s. və ilaxır. Və bizim ustadlarımız bu dastanları yaradır və təbii ki, o hadisələr cərəyan edib ki, bu hadisələrə istinad eləyərək gözəl dastanlar yaradılır. Mən bir nümunə deyə bilərəm. Bugün Azərbaycan aşıq sənətində, yəni bizim müasir çağdaş devrimizdə ən gözəl o nümunələrdən birini yaradan bizim Aşıq Altay. Aşıq Altay mən cəsarətlə deyə bilərəm ki, bugün Aşıq Altay yaradıcılığı, Aşıq Altay yanaşması, Aşıq Altay ustadlığı elə bir nöqtəyə gəlib çatıb ki, ondan mütləq şəkildə istifadə etmək lazımdır.
Çünki Aşıq Altayın özünün yaratdığı o 92-ci, 93-cü illərdə o 1-ci Qarabağ savaşı ilə bağlı Aşıq Altayın yaratdığı çox gözəl bir dastan var. Təsəvvür eləyin, dastanı da öz yaradıb, şeir nümunələrini də öz yaradıb. İnşallah Allah qoysa vaxtınız, zamanınız olanda elə bu mövzunu yadınızda saxlayın. Altay müəllimi dəvət eləyin. Qoy o yaratdığı dastan haqqında bir qısa şəkildə burada arayış versin. Amma bir məsələ bəli. var. Koroğlu dastanı yaranıb. Bəli. Əsli Kərəm yaranıb. Nə bilim, Tahir və Aşıq Zöhrə, Qərib Novruz Qəndəv, yaranıb, Aşıq Qərib Tahir və Zöhrə yaranıb və onlar yarandığı dövrdə nə sosial şəbəkələr yox idi, nə internet yox idi, heç nə yox idi. Dildən dilə, ağızdan ağıza keçərək, zamanın sınağından keçərək bu günə qədər gəlib çatıb və çox məşhurdur, hamı da bilir. Bəli. Aşıq Altay isə 21-ci əsrdə bu qədər texniki imkanların olduğu bir dövrdə dastan yaradır. Mən Altay müəllimi çox sevirəm. Onunla bərabər səfərlərdə olmuşam, Aşıq festivalında olmuşam, Dərbənddə hətta bizim bir yol yoldaşlığımız olub. Və onun sənəti həqiqətən böyükdür. Söhbət Aşıq Altaydan getmir. Bu siz də ola bilərsiniz, bu başqa bir aşıq da ola bilər. Niyə bəs bugün yaranan qəhrəmanlıq dastanlarından heç kim xəbər tutmur? Bayaq dediyim məsələ. Sosial şəbəkələrin, platformaların, o texnikanın olmadığı bir vaxtda onu yaşadan, onu çatdıran, dildən dilə, ağızdan ağıza, eldən elə xalq idi, millət idi. İnsanlar o vaxtı sənətə o qədər böyük hörmətlə, məhəbbətlə yaşadı. Hətta adi uşaqlıqdan deyim də, mən uşaq vaxtı olanda bizə aşıqlar gəlirdi. İnandırım, hamımız ağzımız üzü istəyirəm, ağzımız açıb ona baxırdıq ki, hətta istəmir diyor dastanı bitirsin. Mən sizə 82, 83, 84-cü illərdən danışıram da, yaxın keçmişdən. Biz istəmirdik ki, dastanı bilirsin. O qədər maraqlı, o qədər obrazlı şəkildə danışırdılar ki, tamamilə doğrudur. Və sabahsı kəndi mərkəzi deyirik də, biz o mərkəz deyirik. Kəndi mərkəzində o dastanı müzakirə edirdi. Filan kəs belə danışdı. O görən onun axırı nə oldu? Yəni o qədər canlı şəkildə danışırdı. Çünki insanların da bir marağı vardı, insanların da bir diqqəti vardı. Amma bu gün bəlkə biz zəngin mədəniyyətimizi necə təqdim edək ki, qloballaşma burada mexanizm məsələsi. Bəlkə bizdə düzgün mexanizm yoxdur. Tamamilə doğrudur. Və bu gün bu bax elementar bir şey deyim də. Tutaq ki, Pərvanə xanımla və görüntülü şəkildə təbii ki, tamaşaçılarımız da izləyir bunu. Tutaq ki, məsələn. Və çox maraqlı bir mövzudan danışdıq və həqiqətən də çox gözəl bir polemikamız gedir və sənətdən danışırıq və hətta sənətin müəyyən açılmamış istiqamətlərindən danışır və Fəzail Miskini də burada oturub. Əynində qara pencək, əynində qara köynək, qara şalvar, qara ayaqqabı və ayağında da ağ corab. Və bu da görüntü paylaşılır. Artıq bizim burada bu sənətdən danışdığımız bu mövzular qalacaq ikinci planda. Sabah bütün platformalarda demək olar ki, trend dediyimiz o hansı ki bugün o dilimizdə çox işlənir. Trend olacaq ki, qara kostyum geyinmişdi, qara ayaqqabı geyinmişdi, qara şalvar, ağ corabla. Yəni bu gün bəsitləşmişik. Bu saat çox təəssüflər olsun ki, müəyyən bəsitləşmə çox primitivləşib və çox təəssüf edirəm ki, hansı ki dünyada bu platformalardan insanlar müəyyən dəyərlər üçün istifadə edirlər, yaxşı şeyləri təbliğ edirlər. Amma bizdə bu platformalar sanki tamamilə başqa bir şeyə xidmət edir. İnandırım tam Fəzail, mən elə bildim siz deyəcəksiniz ki, bax burada Fəzail Miskinlə əyləşib, Pərvanə xanım əyləşib, amma bizim bu verilişimizə neçə nəfər baxacaq, neçə nəfər like eləyəcək, bəyənəcək. Mən elə bildim siz onu deyəcəksiniz. Mən də deyəcəkdim ki, Fəzail müəllim, mən artıq ondan barışmışam. Ona görə də əziz izləyicilər, arada bir bəyənin. Bax, mən sizə bir şey deyim. Müəyyən tədbirlərdə iştirak edirik də. İndi Allah elimizi, obamızı, xalqımızı var eləsin. Çünki sənətkar el sənətkarı deyirlər. Nəyə görə? Çünki sənətkar elin sənətkarıdır. El ona qiymət vermirsə, el onu dəyərləndirmirsə, o sənətkarın sənəti heç kəsə lazım deyil. Müəyyən tədbirlərdə, müəyyən el məclislərində iştirak edirik. Yəni baxırsan, görürsən ki, özdə publika baxırsan ki, hardasa müəyyən mənada saz publikasıdır. Amma bəzən görürsən, gəlib elə sifariş edirlər. Bax, elementar bir şey deyirəm. El oradan başlayır da hər şey. O şərait orada əgər saz salınırsa, artıq sazın təbliğatı gedir. Orada saz ifa olunursa, artıq saza bir baxış var, sazı görürlər. İnsanlar varsa, məsələn, saz alətini, məsəl üçün, mən yaxınlarda bir məclisdə idim, mənə yaxınlaşdılar, dedilər ki, mən sazı ancaq televizorda görmüşdüm.
Görürsüz. Mən bu yaxınlarda bir maraqlı müsahibəni izlədim. Sosial şəbəkələrdə çox məşhur müsahibə idi. Qonaq məşhur insan idi və aparıcı ilə söhbətində belə bir şey deyir. Deyir ki, qonaq aparıcıya sual verir. Təsəvvür edin. Deyir ki, muğama qulaq asırsan, məsələn sən. Deyir, bəli, mən muğamı sevirəm. Deyir, hansı muğama qulaq asırsan? Deyir ki, muğam da, muğama qulaq asıram. Yəni məlumatı yoxdur. Xəbəri yox. Qarşımdakı adam, yəni qınamaq istəmirəm Fəzail müəllim. Bəlkə də mən belə subyektiv yanaşmamalıyam. Bilirsiniz, Pərvanə xanım, bəzən o atalarım sözü var, deyir ki, həqiqət həmişə acı olur. Bu mən artıq nöqtəsini qoymuşam o bəzi insanların o populist yanaşmalarını, o populist çıxışlarını. Bu reallıq var. Ataların sözü var, deyir, görünən kəndə nə bələdçi. Çox təəssüflər ki, belə. Amma bir şey də var ki, bu göstərici deyil. Təbii ki, bu göstərici deyil. O müəyyən bir kütlə ki var. İndi özünüz məndən yaxşı bilirsiniz. O mədəniyyət tarixi nəzəriyyəsində belə bir yanaşma var, belə bir bölüm var. Biri var kütləvi mədəniyyət, kütləvi musiqi, bir də var elitar mədəniyyət. Bütün dönəmlərdə, bütün zamanlarda həmişə kütləvi mədəniyyət, kütləvi musiqi, elitar mədəniyyəti üstələyib. Zaman-zaman bu Yunan-Roma mədəniyyətindən gələn bir şeydir. Neçə əsrlərə söykənən bir şeydir. Yəni bu gün də var, bundan əvvəl də olub və bu gündən sonra da olacaq. Amma bir şey var ki, bu göstərici deyil. Onda belə çıxır ki, Fəzail müəllim, biz kütləvi mədəniyyət əgər tarixən elitar mədəniyyəti üstəliyibsə, onda biz kütlənin elitarlaşması üçün çalışmamalıyıq. O bayaq dediyiniz məsələ, o mexanizm məsələsi var da. O mexanizmi elə formada qurmaq lazımdır ki, Yavaş-yavaş, zaman-zaman sən bunun birdən-birə görə bilmərik onun nəticəsini biz. Zaman-zaman biz onun nəticəsini görə bilərik. Həmdən də burada bir məsələ də var. Bax, o deyir ki, bəlkə də biraz misal uyğun gəlmir, amma mənə etibarilə gəlib üstə düşür. O vaxt mən oxumuşdum ki, Texas ştatında, Amerika Birləşmiş Ştatları Texas ştatında vaxtilə çox kasıb bir ticarət adamı, indi biznesmen deyirik də, o vaxt alverçi deyirik də. İndi dünyanın ən bir belə milyonçu insanına çevrilib. O deyir ki, bəs belə mən vaxtilə $100 pulum vardı. $100 dedi ki, $1 verdim, bir keyfiyyətsiz mal aldım. $100 verdim, keyfiyyətsiz mal aldım. $99 xərclədim, o deməli keyfiyyətsiz malı reklam elədim. Artıq mənim reklamımdan sonra insanlar mənim belə deyək də o alış-veriş məsələsində müəyyən bir nöqtəyə çıxandan sonra başladım insanlara keyfiyyətli mal satmağa. Necə düzgün mexanizmdir. Görürsüz, təsəvvür edirsiniz. İndi mən demirəm ki, bizim bu sənətimiz yəni cılız bir sənətdir. Yox, xeyr. Sadəcə olaraq burada həm də elə bir zamanda devirdə yaşayır. Burada bir marketinq məsələsi də var. Mütləq elə bir zamanda yaşayırıq ki, olmalıdır. Mütləq şəkildə olmalıdır. Bilirsiniz nə tərdir? Yəni yox, bu bizim milli mənəvi dəyərimizdir, elə qədim soyumuzdur, kökümüzdür, türkün mahiyyətidir, türkün kimliyidir. Biz də bilirik bunu. Amma bunu elə bir mexanizm şəklinə hazırlamaq lazımdır ki, sistemli şəkildə bunu elə təbliğ eləmək lazımdır ki, qoy insanlar da görsün, təbliğatı düzgün aparsınlar. Biz bugün burada götürüb bir saz havası ifa ediriksə, bu təbii ki, sazımızın keçmişindən danışırıq, aşıq musiqisindən danışırıq, onun gözəl millizmindən danışırıq, onun çalarlarından danışırıq. Amma burada həm də bir marketinq məsələsini həll eləmək lazımdır ki, bunu digər saza aidiyyatı olmayan ictimaiyyətə bunu necə təqdim etmək lazımdır. Yəni saz konsertləri çox arzulayıram da. Fəzail müəllim. Bilirsiniz, çox arzulayıram ki, bizim ölkəmizdə saz konsertlərinin misal üçün sayı artırılsın. Özü böyük səhnələrdə. Mütləq şəkildə. Amma necə? Bir məsələ var. Bəli. Saz, biz əzəldən deyirik ki, saz aləti bütöv bir orkestri əvəz edə bilər. Bu fikir dahi bəstəkar Üzeyir Hacıbəyliyə aiddir. Üzeyir bəyin dediyi hər bir kəlmə bizim üçün çox dəyərlidir, önəmlidir. Amma bugün təkcə sazla səhnəyə çıxanda tamaşaçı orada başqa şeylər görmək istəyir, performans görmək istəyir. Bəlkə bizim aşıqlarımızın özlərini, bax, belə bir aşıq çıxsın, bu qədər aşığın içərisindən, bir kreativ bir şey ortaya qoysun. Sanki aşıqların arasında bilirsiniz nə var? Aranjmandan qorxmaq, qaçmaq. Ona görə bir də görürsən ki, o kimsə cəsarətli çıxır, amma onun cəsarəti cahil cəsarətidir. Bir aranjman elə heç kim də onu bəyənmir. Çünki onda cahil cəsarəti var. O elmin sirlərini bilmir orada, musiqinin sirlərini bilmir. Bilən də
cəsarət eləmir. Mənim üçün bir tamaşaçı olaraq, sazı sevən bir tamaşaçı olaraq, mənim üçün bugünkü saz aləmində vəziyyət belədir. Siz deyin ki, Pərvanə xanım səhv deyirsiniz, ya da deyin ki, düz deyirsiniz. Pərvanə xanım, bilirsiniz, yenə deyirəm, zaman dəyişir, devir dəyişir, insanların yanaşması ilə, insanların baxış tərzi dəyişir. Yəni bu, əgər biz bu çağdaş devirdə yaşayırıq və bunları görürüksə və o prosesləri mütləq şəkildə nələrsə düşünmək lazımdır ki və mütləq şəkildə bunun müəyyən bir nöqtəyə, bu sənəti müəyyən bir nöqtəyə qaldırmaq üçün, müəyyən bir mərhələyə qaldırmaq üçün mütləq şəkildə o dediyiniz bayaqki o variantlardan istifadə etmək lazımdır. Mən sizə bir şey deyim. O vaxtı 2001-2000-ci illərdə mən deməli bir disk buraxdırmışdım. Orada bəstəkar mahnılar ifa eləmişdim. Yəni başladılar məni qınamağa. Çox qınadılar. Çox qınadılar. Allah rəhmət eləsin. Rəhmət Musa müəllim, Allah can sağlığı versin. Musa müəllim bizim Aşıqlar Birliyinin katibi. O vaxtı təsəvvür eləyin, mənim özü də müdafiə rəfəsi idi. Bir gün rəhmətli Zəlmxan müəllim mənim yanına çağırdı, dedi ki, o nədir o saza, nə bilim, belə əlavələr eləmsən, nə eləməmsən və s. və l-axır. O vaxt millət vəkili idi. Və günlərin bir günü onun sürücüsü, Allah ona da rəhmət eləsin, təyər mənə dedi ki, Fəzail, valla şair elə dediyinə baxma, elə yola çıxan kimi qulaq asır ona. Deyir ki, sazda nə gözəl səslənir. Ay Allah, bu qəliblərdən biz nə vaxt çıxacağıq? Aydındır. Yəni, təbii ki, biz klassikanı qoruyub saxlamalıyıq. Bu, sənətimizin o dəyərini, orijinallığını qoruyub saxlamalıyıq. Onsuz da bilirsiniz nətər, Pərvanə xanım, mən belə deyim də, bayaq gözəl qeyd elədiniz. Baxın, görün, bu sənət neçə əsrlər, qərinələr, keşli yollar keçir. Bu sənət heç vaxt dəyərini, orijinallığını, qiymətini itirmir. Çünki bu, Türk xalqının, Türk millətinin həyatının ayrılmaz bir hissəsidir. Aydındır mı? Bu əsrlər üzü bu yana gəlib, bu sənət öz orijinal dəyərini, qiymətini itirməyibsə, bundan sonra da itirəsi deyil. Amma geniş ictimaiyyət üçün bu günləri biz onlardan istifadə eləməliyik. Mütləq şəkildə istifadə eləməliyik. Təbii ki, biz Avropaya gedəndə dünyanın hansı nöqtəsinə gediriksə, birinci növbədə o klassikamızı göstəririk, yəni o sazımızı, muğamımızı və s. olduğu kimi göstəririk. Amma bugünkü gündə Azərbaycanımızın özündə də bu bayaq dediyiniz məsələyə gəlirəm. Mütləq şəkildə yeni aranjmanlarla bunu təqdim eləmək lazımdır. Bu əslində sazın inqilabıdır, sazın təbliğatıdır. Burada biz Avropa musiqisindən, caz musiqisindən istifadə eləmirik ki, yeni bir baxışla, məsələn, adi bir şey deyim, bax, belə tərif kimi çıxmasın. Rəhmətlik bizim böyük sənətkarımız, Allah qəni rəhmət eləsin, Aşıq xanlar, rəhmətli, o gözəl bir baş sartı ilə ifa eləmişdi ki, mən o baş sartı ilə demək olar ki, bütün günü qulaq asırdım da. Bütün günü qulaq asırdım. Çünki elə bir baş sartı ilə ifa eləmişdi. Nə ifa eləyirdimsə, baxırdım ki, onun çərçivəsindən qırağa çıxa bilmirəm. Elə bil, bülbülü salımsan qəfəsin içərisinə, deyirsən, sən ancaq cəhcəhə bu qəfəsin içərisində vura bilərsən. Sən də istəyirsən ki, yeni bir cəhcəh vurarsan. Baxdım ona, qulaq astım, aylarla qulaq astım. Günlərin bir günü dedim, yox, mən biraz baş sartı ilə bir fərqli yanaşacağım, fərqli baxış eləyəcəm. Və onu zapis elədim. İnandırım ki, tamamilə fərqli bir yol. Amma o sujet xətti deyirik ya, belə deyək. O sujet xəttini saxlamaqla. Təbii ki, birinci növbədə ifa eləndə dinləyici eşidir ki, bu baş sartı ildir. Yoxsa onun əvvəlində o müəyyən iştirakları, elementləri deyək, qulaq asanda başa düşmürlər ki, bunun əvvəlində birinci nə gedir. Birinci sujet xətti, onun göstərirsə, nümunə kimisə, bax, bu baş sartı eldir. Və bu baş sartı elin içərisində nə qədər modulyasiyalar eləmək olar, nə qədər əlavə, burada gül deyirik də biz aşıq sənətində, güllər əlavə eləmək olar, müəyyən gedişatlar eləmək olar. Təbii ki, yamaq yox, müəyyən naxışlar vurmaq. Elə bil ki, qarıya ağ yamaq vurmaq yox, ağ rəngin içərisində ona uyğun müəyyən naxışlar eləmək. Bax, tam səmimi deyirəm, təvəzzükarlıq olmasın. O vaxt disk çıxdı, baş sartı ilə ifa eləmişdim. Milyonlarla o diskin satışı oldu. Hətta mənə deməli Qars şəhərindən, Ərzurumdan, Əski şəhərdən də dəvət eləmişdilər ki, təsəvvür edin, gedib çıxmışdı o baş sarı tel qardaş Türkiyə. Belə götürəndə, yəni bəlli məsələdə o Qars tərəf biraz bizim o bilirsiniz də havalarımızda daha yaxın. Qədim çünki qara papaq türkləridir demək olar ki, əksəriyyəti. Və artıq demək olar ki, mən o qədər sevindim ki, inandırım Allaha and olsun, tam səmimi deyirəm. Yəni özüm üçün yox, saz üçün, xalq üçün o qədər sevindim ki, artıq o müəyyən çərçivəni qırdı.
getdi. Yəni Amma bu gün görürsüz yenə də o kök Bəli. qalıb da. Bəli. Bir də Fəzəl müəllim, mən elementar bir şey deyim. Məsələn, bir dinləyici kimi deyim bunu. Mən gözümü açıb saz görməmişəm böyüdüyüm mühitdə. Amma mənə sazı bilirsiniz kim sevdirib? Sevda Ələkbərzadə. Bu sizə qəribə gələ bilər də. Yəni Sevda Ələkbərzadə hara deyə bilərsiniz ki, necə oldu ki, sizə sazı sevdirdi? Onun bir məşhur xalq mahnısı var, ifa eləyib repertuarında. Almanı atdım xarala. Bəli. Orada çox gözəl bir saz ifası var. Qulaq asmışam. Səhv eləmirəmsə Nemət ifa eləyib. Nemət Qasımov ifa eləyib, bizim əziz dostumuz. Mən o mahnıya günlərlə qulaq asırdım. Yəni ona görə yox ki, o xalq mahnısıdır və o vaxtlar xalq mahnıları verilişi apardığım üçün hamı elə bilirdi ki, xalq mahnısı deyə çox qulaq asıram Sevda Ələkbərzadə. Xeyr. Oradakı sazla mahnı, səs o qədər tandem təşkil edirdi ki, təsəvvür edin, estrada ifaçısı, pop ifaçısı da sazı sevdirə bilər. Yəni biz sazı bu cür eksperimentlər edərək bəlkə daha Amma çox yenə ora gəlir. təklif Görürsüz, edə Pərvanə bilər. gözəl qeyd eləz. Sevda xanım da 100%, deməli orada artıq bir peşəkarla çalışır, Bəli. peşəkarla işləyir və artıq peşəkarın fikirləri də mütləq nəzərə alınıb. Ona görə nəticə etibarilə bax belə bir şey Demək ki, yaranır. peşəkarların üzərindədir hər Mən şey. tamamilə doğrudur. Mən sizə Tamamilə uğurlar doğru. arzu Sağ edirəm. olun, çox sağ olun. Verilişin əvvəlində nə dedim? Dedim görək bugünkü aşıqlarımızın çiyinlərində hansı məsuliyyət var? Peşəkarların çiyinlərində həmişə məsuliyyət çoxdur, yükünüz çoxdur. Və mən sizə güc, qüvvət arzu edirəm. Sağ olun Pərvanə xanım, Bu çox sağ dəyişən olun. dünyamızda bu sənətimizin daha gözəl, daha yüksək səviyyədə çatdırılmasında əlinizdən gələni bu vaxta qədər etmisiniz. Bundan sonra da mən ümid edirəm ki, edəcəksiniz və sizdən gəlib o gözəl tədbirlərdə, elə olsun toy məclislərində baş sarı tel istəyəcəklər, Hüseynə havası istəyəcəklər, Kərəmə havası istəyəcəklər. Yoxsa aşığı görən kimi bir dənə yanıq Kərəmi. Yəni təkcə yanıq Kərəmi deyil. Yanıq Kərəmi çox gözəl bir, möhtəşəm bir havadır, tarixi də var, tarixçəsi də. Amma bizim o qədər gözəl havalarımız var. Və mən sonda sizdən bir halda ki, saz o masanın üzərindədir. Sonda sizdən canlı bir ifa istəyəcəm. Dinləyicilərimiz üçün, izləyicilərimiz üçün də ümid edirəm ki, çox xoş olacaq. Bir daha təbrik edirəm sizi. Var olun, sağ olun gəldiyiniz üçün. Pərvanə xanım, təşəkkür bildirirəm bir daha sizə. Çox gözəl bir, maraqlı bir veriliş oldu. Yəni bir daha mən onu vurğulamaq istəyirəm ki, həqiqətən də siz də sazımızın, sözümüzün təbliğində, xalqa, millətə düzgün şəkildə aşılanmasında sizin də həqiqətən çox böyük əməyiniz var. Mən sizə dərin təşəkkürümü bildirirəm və sizə saz ömrü arzulayıram. Gözəl arzudur, həqiqətən gözəl arzudur. Təşəkkür edirəm əziz dinləyicilər, əziz izləyicilər. Bugün biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim, aşıq Fəzail Miskinli ilə həmsöhbət olduq. Sonda Fəzail bəyin canlı ifası ilə sizi baş-başa buraxıram. Hələlik.